Salam dostlar. Cənab Prezident ilin başında bütün qurumlara ayırdığı kimi Azərsuya da yetəri qədər pul ayırıb. Və çox maraqlı haldır ki, bir il ərzində Azərsu qəza adı ilə neçə dəfə suyu kəsir. Özü də yay-qış aylarında. İnsanların ən çətin vaxtlarında su kəsilir və bu qəza adı ilə vətəndaşlara sırışdırılır. 3-4 gün cəmaət susuz qalır. Əslində bu qəza deyil, hörmətli Azərsu. Siz özünüzü alladırsınız. Bununla cəmaəti allatmırsınız. Bu sizin yediklərinizdir ki, bunu xalqa qusturursunuz. Həmin o su borularının pulunu yemisiniz. Bəli, bunu mən üstünə basa-basa deyirəm. Həmin o su borularının pulunu yemisiniz. Ona görə də ildə 3 dəfə, 4 dəfə o borularda partlama, sızma olur. Siz də bunu qəza kimi əhaliyə sırışdırırsınız. Və həmçinin rəhbərliyə sırışdırırsınız, dövlətə sırışdırırsınız. Bunun da altını çəkən sadə vətəndaş olur. Baxın, bugün mənim yaşadığım ərazidə, Nəsimi rayon ərazisində 2 gündür, artıq 3-cü günə keçir ki, su yoxdur. Və siz bunu fasilələr də etmirsiniz. Siz xalqı məcbur edirsiniz ki, küçələrə tökülsün. Yayın günündə insanlara zülüm verirsiniz. Mənim yaşadığım binada elə 4 iflic xəstəsi var. Siz görün o ailələr nə zülüm çəkir. Bir neçə il bundan əvvəl binalarda olan bütün çənləri yığışdırdınız, yəni yığışdırdılar. İndi heç bir kəsin su ehtiyatı götürmək üçün yeri də yoxdur. Mətbuat xidmətinizə gəldikdə isə barı Anar Cəbrailov zənglərə cavab verirdi. İndi mətbuat xidməti deyir ki, köməkçimlə əlaqə saxlayın. Əgər o da müəyyən hallarda zəngləri açarsa. Nə zəngi açmırlar, nə onların yaratmış olduğu o belə, necə deyim də, fülfülog qruplar cavab vermir, nə də heç bir su idarəsinin nömrəsi işləmir. Heç nəyə gücünüz çatmır, o yiyintidən biraz kəsin, heç olmasa telefon aparatları alın, qoyun o idarələrinizə. Ayıbdır, millətə zülmü az edin. Millətə zülmü az edin. Bir il ərzində 5 dəfə qəza olmur.